İstəmirəm. Saxla. İstəmirəm də olsun. Saxla. İstəmirsən. Quyruğun qaparasında qalın, nəyə zəng edirsən? Nəyə zəng edirəm deyə. Hə? Ha de, eşidirəm. Nəyə zəng edirsən mənə? Bir dəqiqə eşidirəm. Deməyim də canlıda çox şey. Nəyə zəng edirsən mənə? Sən gözü kölgəliyəm sən yanında. Buyur de. Kimdən 50 manat almısan çıxıb TikTokda səni biabır eləyib? Kimdən borc istəmsən? Olsun. İnsandan istəyər də. Nədir 50 manatla qaçırsan mənə? Xeyr, bəli, indi sən mənə pis dostsan, həri. Ki sən boşva. O sözə görə cavab verərsən, ağıllı ol. Sən elə eşidirsən. Deyirəm ki, o sözə görə cavab verərsən, ağıllı ol. Sən elə Sən xətrimə dəymək istəmirəm. Ay, yenə sənə deyirəm. Sən deyirəm bu sözə görə bir də sənin duxun çatır bir də deyəcəksən onu cavab verərsən. Eşidirsən şantajları özbə saxla. Şantaj eləmirəm. Mən sənə şantaj eləmirəm. Sənə cavab elə ver. şeylərə cavab Azər verəcəksən. sən də azon.az reklam elə gəlirəm. Cavab verməyə qalsa elə şeylərə cavab verərsən Söz ki, dinləyin. Sako, ayıbdır, Sizin özünə ikinizdə hörmət Ləman. elə. Ayıbdır, Bir sən dəqiqə ayıbdan deyirsən. Sən hərəkətdən xəbərin var Ləman. Elə. Get hansısa Sən bir, özünə qulaq hörmət elə. az. Davay çıx bayra sən məndən uzaq dur. Çıx. Uzaq dur da mən. Hadi uzaq dur. Hə, məndən uzaq. Məndən çıx bayra. Hadi çıx bayra uzaq dur. WhatsAppda yazacam, qaytararsan. İndi bax Hə, bayra. davay sağ ol. Sən o sözü bir gedizdirməsən mən Ləman deyiləm. Elə hərisə həmişə də sən nə söz Bundan sonra da demisənsə. get, dörtlü qura bilsən qurarsan. Sən Nəyi qurarsan, sən nə sən bu dörtlüdə, aylaman, neynəmisən bu dörtlüdə, nağar mısan, nağar mısan, neynəmisən bu dörtlüdə bu vaxta qədər, ancaq acı dilli, onu təhqir eləmisən, bunu neynəmisən bu dörtlüdə, bizim şotumuza qazanmısan da elə, həmçə bizim şotumuza qazanmışsan da, yalandan deyirik bəlkə, həmçə bizim şotumuzu sən qazanmışsan, mən sən şotuma qazanmışam. dörtlüdə sən qazanmışsan. Bəlkə sən mən şotuma qazanmışsan. Bəli. Hə? Bəlkə belə olmayıb. Azıqa gəlib bizə cəza elətdirmək üçün atıblar. Mən sən şotumu açan qazanmışam, hə? Sən elə şəxsən bizim Mən şotumu cəzalarımıza açan görə sənə, qazanmısan. Hə? Sən elə şəxs Bizə hədiyyə gələn kimi götürüb kartı atırsan 50 manat at, 100 manat at. Sənə atan qız mənəm, Başa düşdün? Tim o gün deyir ki, məndən bir də pul istəsə çıxıb onu biabır eləyəcəm. Durvuzu da, tərəfin tutduğun adam pul istəmirsən özün çıxıb ki, məndən pul istəməsin. Amma mən dastoyunu qızam ki, hər dəfə istəyəndə atıram. Bas indi buradan bayra. Çıx hər get TikTokda borc aldıqlarımın borcunu qaytar. Bildin sən? Bildin sən? Timadan 100 manat istədin, o gün özün cırırdı ki, bir də məndən borc istəsə ona qəşəng cavabını verəcəm. Mən qadın ola, haçan mənim gəlib gecə saat 3-də kartı batımsal ehtiyacım var, adam haqsız danışmaz, adam Allahsız danışmaz. İndi heç kəsə bir manatım vermir uşaqlar. Həmişə demişəm ki, Sako, dəstəyin yoxdur, eybi yoxdur. Kartını atıb mənə, Qurana and olsun, bax anamın ölmüşü. Mənə 100 manat, mənə 50 manat, atan qız mən olmuşam, sənə. Durub indi mənə pis deyirsən sən cəmaatın içində. Hə? Ayıb olsun, sənə. Mən ömrü boyu kütlüyə nakişi çıxardırsınız, ödünüzü diz çıxardırsınız. Həmin qızam, mən. Lüboy oğlandan burada borc almışsınız, çıxıb sizi tetatet TikTokda biabır eləyib ki, gətir mənim pulumu verməsən çıxıb TikTokda səni biabır eləyərəm. Sən durub mənə şey eləyirsən. Evin pulunu çatdırmamsan, gəlib məndən istəmsən. Hələ də o pulun adını tutmuram mən səndən oynayanda. O gün mən şirlər gəldi, yığdın ki, mənə 50 manat atı. Sizdə gəlir, mənə gəlmir. Mənə köməkli eləyin də. Attım, atmadım. Kim attı dörtlüdən? Kim attı o pulu sənə dörtlüdən? Ləman. İndi durub mənə pis deyirsən, orada 2 dənə dəstəkçi görübsən. Sən mən nə qədər dəstəkçimi qaçırtmısan bu TikTokda? Ayıb da özünə hörmət elə. Bir dənə dedim ki, şəkili qoymuram, durdun özünü ona görə cırdın. Nə yaman yıxılmışsan Tima tərəfə? Nə olub? Nə olub? Söhbət maddiyatdan getmir, amma quyruğun qaparasını qalında gəlib bu qızın qapısını döymüsən. Evin pulun verə bilməyən də gəlib bu qızın qapısını döymüsən. 5 manat yemək pulu istəyən də gəlib bu qızın qapısını döymüsən. Çeklərim də hamısı da durur. Bəlkə mənə bir 2000 nə qədər verəcəyim var sənin. Nə mənim ağzımı açdırırsan, sən burada? Mən dostam deyə o pulun adını tutmamışam bir dəfə ki, ayıbdır, dostluq edirik, olanda verər. Hansı dost var indiki zamanədə? Oğlan oğlana bir manat çıxardıb vermir. Mən yetim uşağa baxa-baxa sənə nə qədər hörmət eləmişəm. Ayıb olsun sənə, bir dənə Timar şəklini qoymadığıma görə, durdun 2 dənə dəstəkçiyə görə mənim dalımca danışdın. Sən oğlanlıqdan xəbərin yox imiş. Ayıb olsun sənə, başqa da sənin sözüm yoxdur.
Gedin bir dənə oğlanla otursun, qapısını döysün. Kişi kişiyə bir manatı gücünən verir. Ayıb deyil sənə, mən yetim uşağa baxa-baxa sənə nə qədər hörmətlər eləmişəm. Sən ayıb olsun. Sən yaxşısan, pul dostusan. Quran haqqı pul dostudur. Dəstək olmur, baboşla mənim dəstəyim olan kimi orada mahnının səsini kəsir, belə eləyir. Görür dəstək olmur, bizim dəstəkçimizi qaçırdır. O gün dünyanı bəhanə elədi, üstümə dünya atızdırır, zibil vedrəsinin cəzasını eləmədin. Nə olub indi bir dənə elə belə oynayırıq, zarafata dedim ki, Timan şəklini qoymuram. Getdin 2 dənə dəstəkçi görən kimi mənim dalımca danışdın. Dəstəkçi də öz dəstəkçi deyil, ya baboşun dəstəkçisidir, ya onun bunun dəstəkçisidir. Cəmaatın direktində yatırsan, gəl mənə dəstək ol. Dinmirəm, elə bir sən heç nə bilmirəm. Hansı dəstəkçi mənə dəstək olur, səhər gəlib oturur sənin səhifəndə. Niyə? Çox maraqlıdır. Səbəb nədir? Sən bizə dost deyilsən, sən bizə düşmənsən. Başa düşdün? Özünü kütləyə sakit göstərsən, atdan. Cəmaata əsəbləri ilə oynayırsan. Sən bizə dost deyilsən. Amma sən var ha, o sözlərə görə çox peşman olacaqsan mənə dediyin sözlərə görə. 50 dənə cəzamı eləməm səni. 50k hədiyyatdır o gün qız mənə. Dedin dünya mənə üstümə attırır, mənə sındırmaq üçün. Mənə yaxşı dostsuzsa o cəzanı verdirməyin. Bu qədər insanların kütlən tıkını hədiyyəsini attım bir qırağa. Bəlkə elə deyil ay cəmaat. Hə? Neçə dəfə oyunu yarımçıq qoyub çıxıb gedib. Bir dəfə də başqa cəzadan oynayanda oyunu yarımçıq qoydun, baboşla mənə çıxdın getdin. Bəlkə elə deyil. Nə oldu indi bir dənə cəza eləmədim? Dəstəkçilərimi qaçırdırsan. Baboşun başının altına pul qoymamaq üçün girmədin baboşun evinə. Başqa vaxt üzvə itin sözün deyir, gedib girirsən evinə. Bu dəfə qüruruna toxundu, nə var, çestivə dəydi. 50 dəfə dalaşmışsan, gelib girmirsən evinə. İndi balışın altına pul qoyassan deyə girmədin. Çünki pul dostusan. Pul dostu. Bildin? Səndən çıxmasın, ancaq sənə versinlər. Bu qız pul dostu deyil. Bu qız cib dostu deyil. Amma sən cib dostu. Cəhənnəmə kəs. Sən gör necə haramzadə insansan ki, uşaqlar, Allahı başınızın üstündə görün, bir dəfə vicdanla danışın. Mən əsəbi dəlisov ola bilərəm, amma mənə kimsə gəlib pis günümdə ağız açırsa, mən dala qayım. Mən acı oluram, amma mən gedirəm kiməsə ağız açıb, mən ağız açan insana, mən elə dast oyunu qızam ha. Sən oğlanlığından evin pulunu verə bilməyəndə mənə ağız açan qız da, mən yetim uşağa baxa-baxa sənə o pulu verən qızam, sən mənim dalımca danışırsan, sənə ayıb olsun. Hansısa bir oğlandan pul alanda çıxır sənə TikTokda biabır edir ki, Sako mənim pulumu vermir. Ayıb olsun sənə. Bildin? Mən səndən asılı deyiləm, sən məndən asılısan. Durub özü bomba aparma ki, mən sənə görə TikToka gəlməmişəm ay Sako. Mən özümə görə TikToka gəlmişəm. Sənə görə də dəstək qazanmıram, özümə görə qazanmışam, nə qazanmışamsa. Sən kimsən ki, sənə görə mənə hədiyyə atsınlar? Sənə görə mənə hədiyyə atandılarsa, səni özü atsınlar da. Əl tutumsan, niyə deyirəm? Yaxşı deyirəm. Çünki mənə qaydı bilir, sən nankorsan, dostluğu bacarmırsan. Mən nankoram, elə bilin qapınızı döyürəm pis vaxtımda. Evimin kirayəsini verməyən vaxtımda, evimə çörək tapmayan vaxtımda. Qazdayıram səni, sonra da cəmatın içində səni pis çıxardıram. Nə cavab verərsən mənə? Nə cavab verərsən mənə?